mən deyirəm ki, gözəl gündür. Siz də cavab versiniz ki, bəh-bəh. Bəh-bəh nidadır da. Ya deyirsiniz ki, müəllim imtahandan yaxşı keçmişəm. Deyirəm, afərin. O afərin nidadır da. Bir sözdən ibarət cümlədir. Söz cümlənin yanında başqa nitq hissəsi, əsas nitq hissəsi versə də o söz cümlə olmayacaq ha. Amma məsələn deyirəm ki, başa düşdünüz, birində deyirsiniz ki, bəli, müəllim. Birində isə deyirsiniz ki, bəli, başa düşdüm. Baxırıq ki, bəli, müəllim deyəndə müəllim nədir? Xitab. Xitabdırsa, xitabda axı cümlə üzvü olmur. Deməli, bu bəli, müəllim söz cümlədir. Amma bəli, başa düşdüm, bu söz cümlə deyil. Niyə? Bəli, nə olsun bəli ədatdır? Ardıycan axı nöqtə qoymamışam, vergüllə deyirəm ki, nə etdim, başa düşdüm. Bu artıq cümlə üzvüdür axı. Demək, bu söz cümlə deyil. Yəni, bunun hamısı bir yerdə söz cümlə deyil. Söz cümlə, təkcə ədat, modal sözlər nida olmalıdır. Yanında əsas nitq hissəsi olmamalıdır. Ya da ki, onun yanında olsa xitab olsun, çünki xitabda cümlə üzvü deyil. Söz cümlənin ikinci adı nə oldu? Üzvlənmə cümlə. Sadə cümlənin növü sayılmadı. Çünki cümlə üzvü deyil ona görə.